Bugünkü mövzum nə olacaqdı? Təfəkkür. Təfəkkür sözünü qısaca izah edəsək, insanı fikirləşmək, anlamaq və nəticə çıxarmaq bacarığı. Və təfəkkür barədə dahi İslam alimi Murtəza Mütəhhirinin gözəl bir sözü var. Ən kamil insan bütün niyələrinə cavab verə bilən insan. Hər bir insanın müxtəlif düşüncə tərzi və təfəkkürü var. Bəzi insanlar da var ki, sizi öz düz bildikləri yola yönəltmək istəyirlər. Ancaq siz bunlara fikir verməyib, öz düz bildiyiniz yola getməli və həyatınızı belə inkişaf etməlisiniz. Hər gün başımıza onlarla hadisə gəlir. Bu hadisələrə bizim yanaşmamız bizim təfəkkürümüzdən asılıdır. Pis hadisələrə yaxşı yanaşmamız isə ali təfəkkürün nişanəsidir. Təfəkkür bizim həyatımızda böyük rol oynayır. Gözəl düşüncə, gözəl həyatın və gözəl həyat, gözəl nailiyyətlərin bir nömrəsidir. Və buna görə də gözəl nailiyyətlər əldə etmək üçün gözəl həyat tərzi sürmək lazımdır. Və bu fərziyyəni şəhidimiz Mehdi Fəzlullahzadənin sözləri ilə təsdiqləyə bilər. Mən gözəl şeylərin gözəl insanların başına gələcəyini inanıram.